Hər vaxtınız xeyir olsun. Mən Cənan Həsənov. Növbəti silsilə izah dərslərimizi davam etdiririk. Bugünkü izahımız sınaq 12-nin izahı olacaq. Dövlət İmtahan Mərkəzinin 20 sınaq test toplusundan 2-ci qrup üzrə olan sınaq 12. Baxaq. İlk sualımız ibtidai icma quruluşuna bağlıdır. Uyğunluğu müəyyən etməliyik. Erkən Tunc və Orta Tunc dövrləri üçün toxa əkinçiliyinin daha da inkişaf etməsi. Təbii ki, bu heç birisi üçün keçərli olmayacaq, çünki erkən Tunc dövründən başlayaraq xış əkinçiliyi yaranmağa başlayıb artıq. Ona görə A variantı bizim heç bir variantlarımızda, belə desək, iştirak etməyəcək. A variantların üzərindən xətt çəkək. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi söhbət Orta Tunc dövründən, yəni 2-ci İstimamət bölgüsündən gedir. Əkinçiliyin mallıqdan ayrılması 1-ci İstimamət bölgüsü söhbət erkən Tuncdan gedir. Süni suvarma sisteminin yaranması söhbət erkən Tunc dövründən gedir. Ayaqla hərəkətdən duruq çarxından istifadə edilməsi bu Orta Tunc və erkən Tuncda düşmür, bu son Tuncdur. Ona görə cavabımız 1C, D, 2, B variantıdır. Yəni cavab Y. Belə. İkinci suala baxırıq. 1982-ci ildə Falkland böhranında iştirak edən dövlətin xəritəsini müəyyən edin. Falkland Amerika qitəsində yerləşən bir adadır. Həmin ada uğrunda belə desək, İngiltərə və Argentin arasında problem düşür və İngiltərə ABŞ-ın da yardımı ilə Argentinanı bu məsələdə kənarlaşdırır. İngiltərə burada 2-dir. 5-in Rusiya, 4-ün Almaniya, 3-ün Fransa, 1-in isə Türkiyə olduğunu qeyd edək. Eyni zamanda 3 ilə 4-ün arasında olan ərazilərə baxsaq, düşə bilər xəritədə abituriyentlər üçün. Deməli, bura Hollandiya, bura isə Belçika ərazisidir. Davam edək. 3-cü sual. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Lukul və Pompeyin başçılığı ilə Roma qoşunlarının şərqi hərbi yürüşlərinin nəticəsidir. Eramızdan əvvəl 66, 65. Necə ki, bunlar eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısına düşür. 1-ci əsrin 1-ci yarısı 151 və oradan da bu dövrə düşür. Lukul və Pompey həm Atropateniya, həm Albaniyaya gəlib baxaq. Roma qoşunlarının Fraspa yaxınında məğlub olaraq Atropateniyanı tərk etməyə məcbur olması bu eramızdan əvvəl 36-dır. Yuxarıdakı illər ödənmir. Çinlə Qaradəniz sahiləni birləşdirən ticarət yolunun ələ keçirilməsi bu da tamamilə yanlış bir variantdır. Atropateniyanın Romadan Astroviya düşməsi. Bəli. Burada çox maraqlı nüans var. 66-cı ildə Kür, 65-ci ildə Qanıq döyüşlərində Albaniya Romadan, belə deyim, Romaya məğlub olsa, amma Romadan Astroviya düşmür. Atropatena isə Romadan Astroviya düşür. Ancaq Atropateniyanın asıllığı, belə deyim, yalnız xarici asıllığı olunur, görünür. Çünki Atropateniyanı həmişə yerli hökmdarlar idarə ediblər. Yəni Romalı canişinlər deyil. Cavab C-dir. Atropateniyanın Parfiyadan Astroviya son qoyulması bu yanlışdır. Çünki Atropatena bu dövrdə Parfiyadan asılı deyildi. Hələ eramızın 20-ci ildə asılılığı qəbul ediləcək və bir dəfəlik son qoyulacaq onun xarici siyasətinə və daxili siyasətinə. Qaldı ki, Atropateniyanın Romalı canişinə təvinə idarə edilməyə başlanması, dedim axı, Atropatena Romadan Astroviya düşsə də onu Romalı canişinlər yox, yerli hökmdarlar idarə etməyə başladı. Deməli 3C-dir. 4. 463-cü il və 510-cu il Albaniya tarixi üçün oxşar cəhətdir. Xristianlığın dövlət dili elan edilməsi bu 313-də olub, yalnız bir dəfə yanlışdır. Roma qoşunlarının hücumlarına məruz qalması bu da yanlışdır. Sasani mərzibalı tərəfindən idarə olunmağa başlanması bu düzgün cavabdır. Çünki Albaniya əsaslı şəkildə 2 dəfə Sasani mərzibalıları tərəfindən idarə olunub. 463-dən 487-yə qədər. Bir də 510-dan 629-a qədər cavab C-dir. Alan tayfalarının yürüşlərindən məruz qalması Albanların 1-ci və 3-cü əsr tarixinə aiddir. Amma mətndə bəhs olunan hadisələr 5-ci və 6-cı əsrdir. Qaldı ki, yenidən müstəqil olması, əgər 487 və 629 olsaydı, hardasa yaza bilərdik ki, bəli, müstəqil olublar. Cavabımız C-dir. 5-ə baxaq. Albaniyada Mehranilər sülaləsinin hakimiyyət dövrünə aiddir. Mehranilər sülaləsinin hakimiyyət illərinin 630-705 olduğunu nəzərə alsaq, baxaq.
Xəzər xaqanı ilə sülh bağlanması. Bəli. 662-də Cavanşir Xəzərlərə qalib gəlsə də, amma 665-ci ildə 664-də Araz döyüşündə məğlub olduğuna görə 665-ci ildə Xəzər xaqanı ilə sülh bağlayır və bu illər bura düşür. Cavabımız A variantıdır. Abbasilər xilafətlə diplomatik münasibətlərin qurulması. Abbasilər 750-də gəlibsə, heç Mehranilər onu görməyib. Çünki Mehranilər sülaləsi 630-705-ci illərdə hakimiyyətdə olub. B səhvdir. Xəzər xaqana qarşı Bizans İmperatorluğu ittifaq yaradılması. Bizans ittifaqı yaradılması 654-dür, amma Xəzərlərə qarşı yox, ərəblərə qarşı. Məzdəkilər hərəkatının yatırılması 529-dur, yəni yuxarıdakı şərtlər ödənmir. Alban hökmdarı Cavanşirin Cənubidan döyüşündə iştirak etməsi. Cənubidan döyüşü 643-dür. Cavanşirin hakimiyyətləri 642-681-də düşür. Sadəcə olaraq Cavanşir Cənubidan döyüşündə olmayıb. Cənubidan döyüşündə olan Sasani Mərzibanın İsfəndiyar ibn Fərruzaddır. Cavab A. 6-ya baxaq. Uyğunluğu müəyyənləşdirək. Salari Mərziban ibn Məhəmməd, Fəzl ibn Məhəmməd. Mərziban ibn Məhəmməd təbii ki, Salari hökmdarıdır. Onun hakimiyyət illəri 941-957-ci ildir. Fəzl ibn Məhəmməd isə deməli Şəddadi hökmdarıdır. Onun isə hakimiyyət illəri 985-1030-dur. Baxaq. Beyləqanın Şəddadi dövlətinə birləşdirilməsi bu Fəzl ibn Məhəmmədə aiddir. Vergi sahəsində qanunnamə o dövrün yeganə qanunnaməsi Mərziban ibn Məhəmmədə aiddir. Xəzər dənizində hərbi donanma. Bu dövrdə bizim hərbi donanmamız olmayıb. Əgər ticarət donanması olsaydı, Mərziban ibn Məhəmmədə aid olacaqdı. Paytaxtın Təbrizə köçürülməsi. Nə Salarilərin, nə Şəddadilərin paytaxtı Təbriz olmayıb. Şirvanşahlar dövlətinin asılı vəzifə salınması. Əgər Mərziban ibn Məhəmməd Azərbaycan tarixində ikinci dəfə bütün Azərbaycanı birləşdirməyə nail olubsa, deməli Şirvanşahlar da bu dövrdə tabe eləyən Mərziban ibn Məhəmməd olacaq. 1B-Y, 2A. Variant A. Davam edək. 7-ci suala baxaq. Qazan xanın vergi islahatına aid deyil. Vergi toplanmasının mərkəzi divana həvalə edilməsi bu aiddir. Bizə isə aid olmayan lazımdır. Yəni 1 düzgün cavabdır. Tamğa vergisi ləğv edildi. Bu, belə deyim, səhv cavabdır və bizə lazımdır. Tamğanı gəlsə təhmasib ləğv edəcəm. 3 Qazan xana aiddir və bizə lazım deyil, düzgün cümlədir. 4 səhv cümlədir və bizə lazımdır. Bizə səhvlər lazımdır. 2-4, yəni Y variantı. 8-də. Şah 1-ci İsmailin hakimiyyət dövrünə aid olan xüsusiyyətləri müəyyənləşdirək. Şah 1-ci İsmailin hakimiyyətləri 1501-1524-dür. Teokratiya əsaslanan məhkəmiş dövlət yaradıldı. Bəli, bu düzgün cavabdır. Şah 1-ci İsmailin fəaliyyətinə aid də yazsalar daha düzgün olardı. Şirvanşahlar dövlətə tabe edilərək daxili idarəsi ləğv edildi. Şirvanşahlar tabe edilmişdi də, amma daxili idarəsinin ləğvi 1538-dir və bunu eləyən İsmail deyil, təhmasibdir. Amudaliyadan Araq dənizinə qədər ərazi Səfəvi imperatorluğunun tərkibinə qatıldı. Araq dənizi daha çox geniş ərazi oldu. Amudaliyadan Fərat çayına qədər olsaydı, bunu 1510 Şah İsmail kimi qiymətləndirərdik. Portuqaliyanın Hörmüzə ələ keçirməsinin qarşısı alındı. Əksinə Şah İsmail səhvə yol verərək Portuqaliyanın Hörmüzdə möhkəmlənməsinə icazə verdi. Şəki hakiminə son qoydu. Xeyr, Şəki hakimini tabe edib. Yəni Şirvanşahlar da Şəkin də Şah İsmail dövründən onsuz da tabe edilmişdi. Sadəcə Təhmasib onların müstəqiliyinə son qoyduğuna görə Təhmasibi vahid dövlətin yaradıcısı hesab eləyirlər. Cavab A variantıdır. 9-a baxaq. Təbriz əhalisinin üsyan qaldırıb Teymuriləri şəhərdən qovması, Şirvanşah 1-ci İbrahimin qısa müddət ərzində Azərbaycan öz hakimiyyəti altında birləşdirilməsi. Bu düzgün cavabdır. Doğrudan da 1406-cı ildə Təbriz əhalisi Teymurilərə qarşı üsyan qaldırır və onlar İbrahim Dərbənddən kömək istəyirlər. İbrahim Dərbəndi isə Təbrizə daxil olaraq Azərbaycanı 2 aylıq birləşdirir və bu Şirvanşahların tarixində ilk və son dəfədir ki, onlar Azərbaycanı birləşdirirlər. 2. Muş döyüşündə Baharlı qüvvələrinin məğlubiyyətə uğradılması. Osmanlı Bayandurlu münasibətlərinin gərginləşməsi.
Məntiqlə Muş döyüşündə Baharlıların, yəni Qaraqoyunluların məğlub olması, Qaraqoyunluların həmişə dost münasibətində olduğu Osmanlılarla Bayandurların münasibətlərinin gərginləşməsinə səbəb olmalıdır. Amma belə bir cümlə kitabımızda verilməyib. Ona görə kişinin üzərindən xətt çəkirik. Azərbaycanda yarımköçmə feodal əyanların qiyam qaldırılması, Cahanşahın Teymur hökmdarı Əbu Səid ilə barışın müqaviləsi imzalanması. Bu düzdür. Cahanşah 1458-ci ildə paytaxt Herata tutaraq özünü həm də Teymur hökmdarı elan edir və Teymur Əbu Səidi hakimiyyətdən salmışdı. Ancaq sonra eşidəndə ki, oğlanlarının başçılığı altında yarımköçəri feodallar üsyan qaldırıblar, adam Teymur hökmdarı Əbu Səid ilə barışçı müqaviləsi bağlayıb geri qayıdır. Ümumiyyətlə bu Teymur hökmdarı Əbu Səid o qədər güclü olmayıb. Ona həm Qaraqoyunlu Cahanşah, həm Ağqoyunlu Uzun Həsən, həm də Şeybanilər, belə deyim, məğlubiyyətə uğratmışdı onu. 4. Moskvanın böyük knyazı 3-cü İvanın öz elçisini Bayandurlu, yəni Ağqoyunlu sarayına göndərməsi, Qızıl Orduya qarşı Ağqoyunlu dövlətlə Moskva knyazı arasında ittifaq imzalanması bu səhvdir. Çünki Moskvadan qabaq Qızıl Orda gəlmişdi deyə Ağqoyunlu Uzun Həsən Moskvanı bir növ yola verdi. Əpər söz sazişinin imzalanması, Ağqoyunlu Əlvətlə Murad arasında Səfəvlərə qarşı ittifaq yaradılması bu da yanlışdır. Çünki bu söz sazişinə görə sadəcə olaraq Ağqoyunlu dövləti 2 yerə bölünür. A variantı 1, 3. Davam eləyək, ona baxaq. 17-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formalarının müvafiq ardıcılla verildiyi bəndi müəyyənləşdirin. İlk başdan təbii ki, gözümüzə dəyən 3-cü variantdır. Doğrudan da şərti olan tiyuldur, xüsusi olan mülkdür, dini olan vəqfdir. Vəqf riyazi cədvəli 7-19-dur. Nə vaxt görsəz götürə bilərsiniz. Hətta nəinki 7-19, 7-20 kitablarda götürmək olar. Müasir dövrümüzdə də dini torpaqlar var. Mülkün riyazi cədvəlinə baxsaq, 7-21-ci əsrdə götürmək olar. Çünki bu dəqiqədə mülk var. Tiyolun riyazi cədvəli isə təxminən belə desək 16-19-dur. Həm 16, həm 17, həm 18, həm də 19 olub. Cavab B-dir. 3-cü sıra. 11-ə baxaq. İngiltərə parlamentinin hüquqları haqqında biri qəbul etməsi bu 1689-dur. Və 1689-dan etibarən 2025-ə qədər İngiltərə bu birinə idarə olunur. ABŞ Konstitusiyasının qəbul edilməsi 1787. İngiltərənin Respublika elan olunması tarixində ilk və son dəfə 1649. Cəmi 4 il yaşayıb. İngiltərədə vətəndaş müharibələrinin başlanması 1642. Kiçikdən böyüyə düşsək, hər şey yaxşı olacaq. 4, 3, 1, 2. Yəni Bakı variantı. Davam edək. 12. Osmanlı Sultanı 1-ci Muradın hakimiyyət dövrünə aiddir. 1-ci Muradın hakimiyyət illəri 1362-1389 veriblər kitablarda. Burada tez-tez dəyişirlər. Baxaq. Paytaxtın Bursa köçürülməsi bu 1-ci Murada aid deyil, Orxan Qaziyə aiddir. 14-cü əsrin ikinci yarısının hakimiyyətdə olması, 14-cü əsrin ikinci yarısı 1351-1400-dür. Doğrudan da bu bura düşür. 2 düzdür. Bolqarıstanın Osmanlı dövlətinə asılı qəbul etməsi, bəli, qəbul edib. Atası deməli Murad bunu qəbul edib, oğlu isə Bolqarıstan ümumiyyətlə Niqbol döyüşünə götürəcək. 4 yanlışdır, çünki Niqbol döyüşü 1396-dır və yuxarıdakı şərt ödəmir. Bu 1-ci Bəyazda aiddir. Əsas diqqətin Bizansın paytaxt Konstantinopol tutulmasına yönəldilməsi xeyr. Muradda bu yoxdur. Yəni onsuz da belə deyim, Osman Qazidən başlayaraq hamısının Bizansla bu və ya digər dərəcədə mübarizəsi var. Sadəcə olaraq 1-ci Muradda əsas diqqət, əsas sözü burada önəmlidir. Əsas diqqət buna yönəlməmişdir. Ona görə də 12-də bizim cavabımız 2-3, yəni B variantı olacaq. Davam eləyək. 13-ə baxaq. Hadisələrdən hansının yerini dəyişdikdə düzgün xronoloji ardıcılıq alınır. Yazaq. ZSFSR-nin yaradılması prosesinin başlatması 1922-dir. Və ZSFSR Bakıda yaradılıb. Ehtiyatlı olun. Adətən Rusiya üçün Cənubi Qafqazın vuran gözü Tiflis olub, amma bu Bakıda yaradılıb. Qars müqaviləsi 1921. Qarabağda Sovet rejiminə qarşı üsyan yəqin ki 1920 nəzərdə tutub. Naxçıvan MSSR isə 24-dür. İlk baxışdan baxan kimi görürük ki, 1-lə 3-ün yerini dəyişsək, hər şey yaxşı olacaq.
Vəssalam. Cavab A. Davam edək. 14. Vestfaliya sülh müqaviləsi nəticələrinə aiddir. Avropada dini müharibələr dövrünün başlanması. Ümumiyyətlə, Vestfaliya sülhü 1648-dir. Bu, Avropada 30 illik müharibəyə yekundur. Avropada dini müharibələr dövrü başlanmır. Bu, dini müharibələrin sonuncusudur. 30 illik müharibə və Vestfaliya sülhü ilə bitib. Qərbi Avropada üstünlüyün İspaniyaya keçməsi. Əksinə, Qərbi Avropada üstünlük Fransaya keçir. İspaniyadan Fransaya keçir. Onsuz da İspaniya 16-cı əsrin sonlarında üstünlüyünü get-gedə itirirdi. Burada isə tamam oturdu. Almaniyanın siyasi daxilini rəsmiləşdirməsi, bəli. Almaniya 300-dən çox dövlətə parçalandı. İngiltərədə vətəndaş müharibəsinin başa çatması. İngiltərədə vətəndaş müharibəsi 1648-də başa çatıb. Necə də, belə deyim, hadisələr üstə düşür, amma ümumiyyətlə Vestfaliya sülhü ilə nəticələnmiş 30 illik müharibədə İngiltərə iştirak etmirdi. Sadəcə olaraq bu müharibə İngiltərədə vətəndaş müharibəsinin başlanmasına səbəb olur. Yəni, dinin əlaqəsi yoxdur. Almaniyada katolik kilsəsinin ilk dəfə rəsmi olaraq bölünməsi, katolik kilsəsinin rəsmi olaraq bölünməsi 1555 Amasiyandandır. Amasiyanın bağlandığı ildə Augsburglandı, üzr istəyirəm. Yerdə səhvdir, deməli cavabımız C-dir. 15. Uyğunluğu müəyyənləşdirək. Erkən orta əsrlər türk dövlətləri. Erkən orta əsrlər türk dövlətləri üçün 3-11-ci əsrlər sayılır. Deməli, Xəzər xaqanlığı oğullayacaq 7-11-i, Uyğur isə 8-11-i. Belə desə, erkən orta əsrlər baxımından. Amma Xəzər xaqanlığının mövcud olma illərinə baxsaq, Qərbi Göytürkün təxminən süqutundan 658-dən 965-ə qədər olanlar bizə lazımdır. Uyğur xaqanlığında isə təxminən 744 və 842-ci illər bizə lazımdır. Orta məktəb kitablarında bunların illərini o qədər tez-tez dəyişirlər ki, adam bir-birinə desin ki, bir ildən, 2 ildən sonra çəkdiyi video qüvvədə qalsın. Baxaq, A variantı. Dövlətin paytaxtlarından birinin İdil olması. Bəli, Xəzər xaqanlığının paytaxtları Səməndər, Bələncər, İdil olub. A variantı düzgün cavabdır. Qonşu türk xalqı olan peçeniklərin hücumlarına məruz qalması. Bəli, Xəzərlərin peçeniklərlə savaşları çox olub. İkinci Göytürk xaqanlığının süqutu nəticəsində yaranması xeyr. Çünki ikinci Göytürk 744-də süqut olub, amma Xəzərlər birinci Göytürkün süqutundan sonra yaranmış, Qərbi Göytürkün süqutundan sonra yaranıb. C səhvdir. Uyğur xaqanlığı Talas vasitəsilə döyüşdə ərəblərin məğlub edilməsi bu yanlışdır. Talas döyüşü ərəblərlə Çin arasında olub. Sadəcə olaraq bu döyüşün nəticəsindən Uyğurlar istifadə etmişdi. Belə ki, Ərəb-Çin müharibəsində məğlub olan Çin imperatoru hakimiyyətdən devrilir və hakimiyyətdən devrilən Çin imperatoru da kömək üçün kimə müraciət edir? Uyğurlara. Yəni, Uyğur tarixi burada qazanır. Amma Uyğurlar birbaşa bu döyüşdə iştirak etməyiblər. B. Çinə yürüş edərək imperatorun hakimiyyətinin ləğv edilməsi. Bu düzgün ola bilər. Çünki o yeni imperator gətirmişdi, belə desək, Uyğurlar Mayansurun hakimiyyəti dövründə. Dini pərakəndələrin nəticəsində dövlətin zəifləməsi bu düzgün cavabdır. Deməli, burada həm B, həm C variantlarına götürməliyik. 1A, B, 2B, C. Elə bir cavabımız varmı? Yoxdur. O zaman ikinci sıraya bir də baxaq. Çinə yürüş edərək imperatorun hakimiyyətinin ləğv edilməsi. Hə, burada imperatorun hakimiyyəti, yəni imperator hakimiyyətinin ləğv olunub yeni bir, belə deyim, sistemin yaranması nəzərdə tutulub. Bu ola bilməz. Uyğur xaqanlığı tamam Çinə yürüş edib və imperator hakimiyyətdən devirərək, amma imperator hakimiyyətinə toxunulmayıb. Yəni imperator bundan sonra olacaq Çində. Dini pərakəndələrin nəticəsində bəli, Uyğur xaqanlığı zəifləyib, çünki Bölgü xaqanı dövründə artıq maniçiliyin qəbulu Uyğurların narazılığına səbəb olur. C düzdür. Deməli, burada 1A, B, 2C. Biraz daha çox diqqət tələb edən sual idi. 16. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin dekabrında yaranmış hökumətinin fəaliyyətinə aiddir. 1918-ci ilin dekabrında yaranmış hökumətimiz hansı hökumətdir? Təbii ki, bu 3-cü hökumətdir. Belə ki, 3-cü hökumətimiz 1918 26 dekabrdan
təxminən 1919 14 aprelə qədərdir. Bunda başını oynatırlar, gah aprel verirlər, gah 14 aprel verirlər, gah 22 aprel verirlər. Neft sahəsinin milliləşməsi haqqında dekretlərin qəbul edilməsi bu yanlışdır. Ümumiyyətlə biz neft sahəsini milliləşdirməmişik. Tək-tük milliləşdiyimiz sahələrdən biri təhsildir. Naxçıvan General Qubernatorluğunun ləğv edilməsi. Ümumiyyətlə Naxçıvan General Qubernatorluğunun ləğv edilməsi haqqında bizdə bir fikir yoxdur. Yaranması olsaydı biz bunu götürərdik 19 fevralı. Torpaqların kəndlilərə pulsuz paylanması haqqında qanunun qəbul edilməsi. Təəssüf ki, AXC belə bir qanun qəbul edə bilmədi. Əgər etsəydi, bəli, pulsuz paylanacaqdı. İngilis qoşunlarının ölkə ərazisinə daxil olması 2 dəfə olub. 1918-in avqustunda və 1918-in noyabrında. Hər ikisində ingilislər biz tərəfdən çağırılmamış qonaq idilər. Bu da yanlışdır. General Thompson tərəfindən Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanınması, bəli. General Thompsonun tanıdığı ilk hakimiyyət orqanımız parlament və parlament qarşısında məsuliyyətləşən 3-cü hökumət olub. Cavab Y. Davam edək. 17. Eramızdan əvvəl 4-cü yüzilliyin ikinci yarısında Spartadan başqa bütün Yunan şəhər dövlətlərinin müstəqilliyinə son qoymasının səbəbi. Burada söhbət 4-cü yüzilliyin ikinci yarısıdırsa 350-301 aralığından getməlidir. Və söhbət 338-ci ildə Xeyoniya döyüşündən gedir. Biraz sanki səliqəsiz kimi olub. Baxaq, Xeyoniya döyüşünə Yunanlıların Makedoniya ordusuna məğlub olması. Hələ ki, ən optimal variant bu görsənir. Cavab A. Roma tərəfindən Yunan şəhər dövlətlərini götürəcək eramızdan əvvəl 146. Bu isə eramızdan əvvəl 2-ci əsrə düşür. Yuxarıda bizə tamamilə fərqli bir il təqdim olunur. 350-301. Sparta ilə müharibədə Afina və müttəfiqlərinin məğlub olması bu eramızdan əvvəl 431-404 müharibəsinə aiddir. Yenə bir fərqlilik görürük yuxarıdakı ildən. Fermopil döyüşü yenə bir fərqlilik görürük yuxarıdakı ildən. Y variantı ümumiyyətlə 4-cü əsrin ikinci yarısında həmən imperiyasının özünü ortaya qoyub ağlayan lazım idi. Bu da yanlışdır. Cavab A. Normal şəkildə bildiyimiz eramızda 338 Xeyoniya döyüşündən gedir. Yəni Spartadan başqa deyəndə yəqin ki, müəllif bir növ həm də abituriyent öyrətməyə çalışıb ki, yəni diqqətli ol. Spartadan başqa bütün Yunan şəhər dövlətləri müstəqiliyinə son qoyulub. Öyrədici kimi götürək testi. Tamam, əla. Əlinə sağlıq. 18. Firon 1-ci Tutmosun hakimiyyət dövrünə aiddir. Təbii ki, 2-ci minlikdə hakimiyyətdə olublar. Tutmoslar və Ramzeslər. Fələstin və Suriya işğal edilmişdi əlbəttə. Paytaxtın Memfis şəhərinə köçürülməsi. Fiv olsa hadisə fikirləşmək olardı. Memfis eramızdan əvvəl 4-cü minlikdən zaten paytaxtdır. Amma 1-ci Tutmos eramızdan əvvəl 2-ci minlikdə hakimiyyətdə olub. Əlaqəsiz bir variantdır. Misir dövlətinin cənub sərhədlərinin cənub yox, şimal olsaydı hər şey yaxşı olacaqdı. Cənubda Nubiya bəli tabe edilmişdi. Hetlərlə mübarizə aparıcısı Ramzes idi. Deməli, burada cavab D, 1, 4-dür. Davam edək. 19. Bu müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən ilhaq edildi. Söhbət Türkmənistan müqaviləsindən gedir, aydın məsələdir. Mətndə bəhs edilən müqavilənin 1829-cu il Ədirnə müqaviləsinə oxşar cəhət. Baxaq, ermənilərin Qacarlar dövlətinin ərazisindən Qarabağa köçürülməsi. Tamam, Ədirnəyə görə Qacarlar dövlətindən deyil axı, Ədirnəyə görə Osmanlıdandır. A variantı səhvdir. B variantı bu yalnız Türkmənçay üçün keçərlidir. C variantı bu yalnız Türkmənçay üçün keçərlidir. Bizə Türkmənistan Ədirnənin oxşar cəhəti lazımdır. D variantı yalnız Türkmənçay üçün keçərlidir. Y özüdür. Türkmənçaya görə Türkiyədən, üzr istəyirəm, Türkmənçaya görə İrandan, Ədirnəyə görə Türkiyədən, Osmanlıdan köçürülməli idi. 20-yə baxaq. Eyler-Venn diaqramı aqrar islahatla bağlıdır. Kəndlinin öz pay torpağını satın alıb şəxsi mülkiyyətinə çevirmək hüququna sahib olması. Təbii ki, bu 1870-dir. 1870-də kəndliyə dedilər ki, sənin feodal asılılığı ləğv edirik, amma istəsən sənin torpaq asılılığa son qoya bilərik. Bunun əvəzində kəndli nə etməlidir?
Bunun əvəzində kəndli pul verib torpaq almalı idi. Amma çoxu ala bilmir. Ala bilənlərə deyirik qol çomaq. Ala bilməyənlərə deyirik müvəqqəti mükəlləfiyyətli. Gün gələcək 1912-də alacaqlar və müvəqqəti mükəlləfiyyət daşımadan azad olacaqlar. Kəndlinin icma torpaqlarına nəsli istifadə hüququ alması bu ikinciyə gedəcək. Yalnız bu torpaq quruluş haqqında qanunun bir dənə maddəsi budur. 1903-də isə bu qanun əsaslandırılır. Məsələn, hansısa bir qanun verilir və sonra onun əsaslandırılması olur. Yəni, əsaslandırılsın fikirlər. Torpaqların kəndlərin birbaşa mülkiyyətinə keçməməsi. Təbii ki, seni ortaq cəhət kimi götürək, yenə də irəliləyən vaxta baxarıq. Çünki dövlət kəndlərinin heç vaxt torpağı olmur. 1870-ci islahatına görə də nəzərə alsaq ki, sahibkar kəndlərin çoxunun torpağı olmayıbdır. Çox ala bilməyib, ona görə seni ortalığa aparmaq olar. D. Kəndlərin müvəqqəti mükəlləfiyyətdən azad olması. Mən bayaq bunu yuxarıda yazdım, bu 1912-dir. Yuxarıda heç birisinə aid deyil. Bəylərin kəndlər üzərində polis və məhkəmə hüququ zaten 1865-də ləğv olmuşdu. Bu da heç birisinə aid deyil. Deməli də düz gəlmişik yolu. 1A, 2B, 3C. Cavab D variantıdır. Davam edək. 21. 19-cu əsrin ikinci yarısında Şuşa və Şamaxı şəhərlərinə aid oxşar cəhət. Təbii ki, 19-cu əsrin ikinci yarısının neçəncilər olduğunu bir də qeyd edək. 1851, 1900-cü illərdir. Müəllimlər seminariyasının fəaliyyətə başlaması. Müəllimlər seminariyası 19-cu əsrin ikinci yarısında yalnız bir bölgəmizdə var. Bu da İrəvandır 1881-ci ildə. Yerdə qalanlarda yoxdur. İstiulu Cədid məktəblərinin yaradılması. Bax, bu optimal variantdır. Belə ki, İstiulu Cədid məktəbi ilk dəfə Şamaxıda 1869-da Seyid Əzim Şirvani, bir neçə ildən sonra Şuşada bir Mövsüm Nəvvab tərəfindən salınmışdı. Cavabımız Bakı variantıdır. Azərbaycan dilində qəzetlərin nəşrinə başlanması. Azərbaycan dilində qəzetlər adətən Bakıda və Tiflisdə olur. Bu da yanlış cavabdır. Qəza məktəblərinin açılması ilk dəfə Şuşada 1830-da, bu artıq 19-cu birinci əsr. Bu da yanlışdır. Müdafiə xarakterli memarlıq abidələrinin inşa edilməsi. Bu da yanlış variantdır. Əsasən belə abidələr 18-ci əsrdə xanlıqlarımızın paytaxtında ucaldılıb. Artıq Şuşa və Şamaxı bəhs olunan dövrdə Rusiyanın tərkibində idi. Çar Rusiyasının. Bu da yanlışdır. Cavabımız Bakıdır. Davam edək 22-ci sualdan. İmam Mustafayevin Azərbaycan SSR-də rəhbərlik dövrünə aiddir. Millətçi olan İmam Mustafayevin hakimiyyət illəri 1954-1959-cu illəri əhatə eləyir. Konstitusiya dövlət dilinin Azərbaycan dili olması barədə maddənin əlavə edilməsi. Bu düzdür. Belə ki, 1956-cı ildə yeni konstitusiya qəbul olunmasa da 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin ikinci konstitusiyasına maddə əlavə olunur. Və həmin maddəyə görə Azərbaycan dili dövlət dili olmalı idi. A düzgün cavabdır. Bakı radio stansiyası 1926 yuxarıdakı illəri ödəmir. Milli Azərbaycan qərargahı 1962 həmçinin yuxarıdakı illər ödəmir. D variantı. Belə bir qərarın qarşısını gələcəkdə Heydər Əliyev alacaq 69-cu ildə. Bakı metropoliteni isə 1967-dir. Davam edək. 23. Şimali Azərbaycanda Rusiya imperiyasına qarşı Milli Demokratik Hərəkatın ikinci mərhələsinin səciyyəvi cəhətlərinə aiddir. Ümumiyyətlə, Milli Demokratik Hərəkatı başlayıb 1875-dən, davam edib 1918-ə qədər. Bunun birinci mərhələsi Əkinçidən başlayıb Mazot Konstitusiyasına bitir 1875-dən 1904-ə qədər. İkinci mərhələsi isə 1914-dən başlayıb 1918-ə qədər davam edir. Deməli, bizə neçənci mərhələ lazımdır? İkinci mərhələ. Yəni 1904-1908 aralığı. Baxaq. Milli siyasi təşkilatların formalaşması. Əlbəttə. Məsələn, 1907-də hər hansı bir təşkilata demək olar. 1911-də hər hansı bir təşkilata demək olar. Müdafiə, müsavat, mütafiq olaraq. Milli Məclisin çağırılması. Milli Məclis ifadəsi yoxdur. Duma ola bilər Rusiya baxımından. Bu da 1906-cı ildir. Şərt ödənsə də Milli Məclis ifadəsi yoxdur.
Muxtariyyət tələbinin irəli sürülməsi. Bəli, biz ikinci mərhələdə 1918-ci ilin martına qədər muxtariyyət tələbi irəli sürmüşdük. Milli hökumətin yaradılması, milli hökumətin yaradılması artıq belə deyək, ikinci mərhələnin başa çatması deməkdir. Bu artıq belə deyim, ikinci mərhələsinin xüsusiyyətindən hesab edilə bilməz. Qaldı ki, milli mətbuatın fəaliyyətə başlaması bu 1875-dir. Bu da birinci mərhələyə düşür. Burada ən optimal cavab 1-3-dür. Dördüncü cavab bir balaca narahat verici cavabdır. Çünki nəzərə alsaq ki, ikinci mərhələ 1918-də milli hökumətin, yəni AXC-nin yaranmasıyla başa çatır. Burada 4'ü götürəkmi, götürməyəkmi? Şimali Azərbaycanda Rusiya imperiyasına qarşı milli demokratik hərəkatın ikinci mərhələsi. Rusiya imperiyasına qarşı. Məncə bu sualı yazan şəxs yəqin ki, burada 4'ü götürməməlidir. 4'ü götürməyi, belə deyim, münasib bilməzdir. Çünki Rusiya imperiyası ifadəsi var. Fikir verin, əzizlərim. Tamam, yəni ikinci mərhələ 1918-ə qədər davam edə bilər. Mayın 28-nə qədər. Amma nəzərə alsaq ki, 1917-ci ilin fevralından sonra Rusiya imperiya deyilsə, monarxiya devilibsə, əgər mənim düşündüyümsə, həqiqətən çox ağıllı bir testdir və burada cavab 1-3-dür. Çox diqqətli olmaq lazımdır, çox. 24. Xəritədə rəqəmlərlə verilmiş rayonlara aid oxşar cəhətləri müəyyənləşdirək. Baxaq. Azərbaycanın hər bir yeri gözəldir, amma bu xəritədə mənim iki ən sevdiyim rayon var. Biri bölgəsindən olduğum Ağdam, digəri isə Azərbaycan İsveçrəsi hesab olunan Kəlbəcərdir. Şükür bugünümüzə və şükür bütün torpaqlarımıza. Regionun fərqi yoxdur təbii ki. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Bəli, hər iki ərazimiz Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər aprel ayında, Ağdam isə iyul ayında bir ortaq cəhətdir. 2021-ci ildə yaradılmış Qarabağ İqtisadi rayonu daxil edilmişdir. Kəlbəcər yox. 2021-ci ilin 7 iyulu, o 7 iyul ki, vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Prezident İlham Əliyev həmin günə salmaqla, yəqin ki, bu, belə deyim, təsadüf deyildi. Bu qəsdən salınmış bir şeydi məncə. Bir daha ermənilərin mifini dağıtdı. Ağdam Qarabağ İqtisadi rayonu daxil edilsə də, amma Kəlbəcərin altındakı Laçın, Laçının altındakı Qubadlı, Qubadlının altındakı Zəngilan, Zəngilan yanındakı Cəbrayıl, bu ərazilərimiz Zəngəzur İqtisadi rayonuna daxil edildi. Yerdə qalan ərazilərimiz isə təxminən Bərdə də daxil olmaqla Qarabağ ərazisinə daxil edildi. Davam edək, 2 səhvdir. 3. 2016-cı il aprel döyüşlərinin nəticəsində ərazisinin bir hissəsi biz Ağdamdan bir qarış torpaq da almamışdıq 93-cü ildən sonra. Kəlbəcərdən də ərazi demək olar ki, aprel döyüşlərində alınmadı. Düzdür, orada Tərtər məsələsi biraz beyinləri qarışdıra bilər. Çünki Ağdərə rayonu ləğv olunub, bir hissəsi Tərtər, bir hissəsi Kəlbəcərə verilmişdi, amma yox. İkisi üçün də oxşarlıq deyil. 4. 2020-ci ilin noyabrında, bəli. Ağdam 20 noyabr, Kəlbəcər isə 15 noyabrda, nəzərə tutsa da 25 noyabrda çıxdılar. 1-4. 2023-cü ildə bunların mərkəzləri, xeyr, 2023-də bunlar qalmamışdı. 2023-də azad edilən ərazilərimiz Xocalı idi, Xankəndi idi, Xocavənd idi, Ağdərə idi, Əskəran idi. Bax, bu ərazilərdir. Ola bilər, nəyisə unutdum. Yəni, Ağdam və Kəlbəcər burada deyildi. Cavabımız 1-4. Davam edeyim. 25. 1878-ci il Berlin Konqresinin qərarlarına aid deyil. Berlin Konqresi Osmanlı və Rusiya arasında imzalanmış San Stefano müqaviləsindən sonra imzalanıb. Bir növ Rusiyanın uğurlarını, belə deyim, ona zəhər etmək üçün yaradılmış çağırmış bir konqres idi.
Berlin Konqresinə aid olanları seçək, sonra əksin götürərik. Serbiya müstəqil tanındı. Bəli, bu Berlin Konqresində var. Qars Ərdoğan Batum Rusiya verildi. Bu da Berlin Konqresində var. Kiprin idarə edilməsi müvəqqəti olaraq Avstriya Macaristana, xeyr, İngiltərəyə verildi. Makedoniyanın müstəqilliyi tanındı. Xeyr. Makedoniya Şərqi Bəyazid əraziləri. Deməli, Osmanlıya qaldı. Rusiya Qara dənizdə hərbi donanma saxlama hüququnu itirdi. Xeyr, bu Parisdə idi. Berlinə aid olanlar 1-2-dir. Aid olmayanlar lazımdır bizə. O zaman cavabımız 3, 4, 5 olacaq. 26-ya baxaq. Azərbaycan Respublikasına aid hadisənin xronoloji ardıcılığı ilk bələdiyyə seçkiləri 99 dekabr və ehtiyatda olun 99 noyabrında da Bakı TVS Cihanın çəkilməsi haqqında yazılış var. Konstitusiya Məhkəməsi 98, ehtiyatda olun, Konstitusiyamız 95-dir. Əsrin müqaviləsi 94, ehtiyatda olun, 21-ci əsrin müqaviləsi 2013 dekabrıdır. Torpaq islahatı haqqında qanun isə 96-dır. Xronoloji ardıcılığı düzmək məncə çətin olmaz. Kiçikdən böyüyə. 3, 4, 2, 1. Aha. 3, 4, 2, 1. Düzgünmü? Düzdük. Əsrin müqaviləsi üzrə neftin hasilatına başlanması. Tamam. Əsrin müqaviləsi neft hasilatına başlanması 94 deyil. Əsrin müqaviləsi 94'dür. Amma neft hasilatının başlanması 97'dir. Nə ilə? Bakı Novorosiysk neft kəmərindən Rusiyadan keçir. Ehtiyatlı olaq. Ona görə də avtomatik olaraq xronoloji ardıcılıq dəyişəcək. 4, 3, 2, 1 olacaq. Bir anlıq hadisələrin gedişatına baxanda 3-cü sual yenidən, 3-cü variant yenidən diqqətimi çəkdi və əsrin müqaviləsi olsa 94, amma neft hazırdan başlaması 97. Dediyim kimi 21-ci əsrin müqaviləsi ifadəsi olsa 2013 dekabrıdır. Ehtiyatlı olun, əsrin müqaviləsindən neftimiz gedir. 21-ci əsrin müqaviləsindən isə qazınmaz. Baxaq. 27. Uyğunluğu müəyyənləşdirək. Xiyabaninin başçılıq etdiyi hökumət. Xiyabaninin hökuməti cəmi 3 ay mövzusu olub 1920-nin iyunundan elə həmin il 1920-nin sentyabrı. Pişəvər hökuməti isə tam-tamına demək olar ki 1 il 45-12 dekabrdan 46-12 dekabra qədər. Qacarlar sülaləsinin devrilməsi yanlışdır, çünki bu 1925-dir, heç bir sənə düşmür. Cənubi Azərbaycanda ilk dəfə əncümənlər bu 1905-11 məşrut hərəkatı heç birisi düşmür. Milli Qvardiya ifadəsi Xiyabaniyə aiddir. Ali məhkəmənin mövcud olması bu Pişəvər hökumətindədir. Deyir ki, hökumət falan hissələrdən ibarət edir və ali məhkəmə də var orada. Təbriz 10 versə təbii ki, bu da Pişəvərdir. 1S, 2D, Y. Davam edək. Situasiyaya baxaq. 20-ci əsrin başlanğıcında Azərbaycanın neft sənayesi inkişaf sürətinə və məhsul səthinə dünyada birinci yerə çıxdı. Lakin tezliklə mənbədə bəhs edilən dövrdə böhran nəticəsində dünya neft istehsalında birinci yerə keçən ölkənin adını yazın. Təbii ki, bu ABŞ-a keçdi. 29-a baxsaq, mənbədə bəhs edən dövrdə mis sənayesinin neft sənayesindən fərqli cəhətlərini yazın. Fərqli cəhət nə götürmək olar? Fərqli cəhət onu götürmək olar ki, 20-ci əsrdən bəhs olunursa, misdə inhisallaşma başlayır. Çünki neftdə inhisallaşma adətən götürülür 1880-1890-cı illər. Əsasda 93-cü il o Bakı Ağ Neft Zavodçular İttifaqına. Amma mis sindiqatında bu 1907 götürülür. Moskva mis sindiqatının yaradılması ilə sindiqat eyni növ məhsul istehsal edən şirkətlərin birliyidir və Moskvada yaradılıb. Və bir də nə götürmək olar? Alman kapitalının üstün olmasını götürmək olar yəqin ki. 30-dan mənbədə bəhs edilən böhranın Şimali Azərbaycanda neft sənayesi üçün 2 nəticəsini yazın. Çox yazmaq olar. Böhran sanki bir fırtınaya bənzəyir və fırtına xırda və orta ağacları aşırtdığı kimi böhran da xırda və orta müəssisələri aşırdır. Xırda və orta müəssisələr iflasa uğrayır.
İri müəssisələrin rolu artır. Buna iqtisadiyyata təmərkəzləşmə deyirlər. Başqa süni neft qıtlığı yaradılır, neftin qiymətində bahalaşma olur və s. və ilə axır. Bax belə. Bizdən bu qədər əzizlərim. Ola bilər arada nəsə sual falan yadımızdan çıxdı. Xoşum gəldi bu testdən. Diqqət verin, mənim məqamlar çox idi. Yenə də gözümüzdən qaçan nəsə bir şey olarsa, necə ki bir-iki dəfə qaçmağa yaxın oldu, biz onu düzəltdik. Ola bilər ki, elə şey var, o gözümüzdən qaçıb heç onu düzəldə bilmədik. Bu tipli şeylər olsa bizə mütləq bildirin. Biz də növbəti çəkilişlərimizdə onlara daha çox diqqət verək. Sağ olun, var olun, Allaha emanet olun.